Gürcüstan Gənclər Olimpiya Festivalında iştirak edən Marneuli idmançılar və onların məşqçiləri ilə Marneuli meri görüş keçirib. Festivalda Komu-Kartli yığmasının tərkibində bələdiyyədən 9 idmançı mübarizə aparıb. Görüş çərçivəsində mer gənc idmançılara və onların məşqçilərinə göstərdikləri əməyə görə təşəkkür edərək gələcək fəaliyyətlərində uğurlar arzulayıb. Gənclər Olimpiya Festivalı bu il ilk dəfə Gürcüstanın Batumi şəhərində keçirildi və bu bütövlükdə ölkə üçün çox vacibdir. Komu-Kartlidən Marneuli bələdiyyəsindən idmançılar orada iştirak ediblər. Bugün idmançılar, məşqçilər və idman məktəbinin rəhbərliyi ilə görüşdük. Onlara iştiraklarına görə təşəkkür etdim. İdmançılarımızın bu festivaldan nəticələrlə qayıtmasından çox qürur duyuram. Batumi Gənclər Olimpiya Festivalında 60 kiloqram çəki dərəcəsində yarışdım. Cüdo üzrə yarışdım. 4 görüş keçirdim. Dördünündə hamısında inamlı qələbə qazandım və ikinci yeri tutdum. Nəticəmdən razıyam. Hər halda uğuruma az da olsa töhfə verən məşqçilərimə təşəkkür etmək istəyirəm və bu mənim üçün əla təcrübə oldu. Böyük olimpiyadaya bu və ya digər şəkildə hazırlaşmışam. Artıq qarşıda məni nə gözlədiyini bilirəm və özümdən razıyam. Mən Xədicə Şəmşiyeva Batumda Gənclər Festivalında, Olimpiyadada taekvondo üzrə 3-cü yer tutdum. Çox gözəl yarışma idi. Son 24 saat ərzində Gürcüstan Daxili İşlər Nazirliyinin Mərkəzi Kriminal Polis Departamentinin əməkdaşları Baş Prokurorluqla birlikdə Tbilisi, Şida, Kartli və Komu-Kartli bölgələrində həyata keçirilən polis əməliyyatları nəticəsində məhkəmə qərarı əsasında oğru dünyası ilə əlaqədə olan 21 nəfəri saxlayıblar. Daha 9 nəfərə isə ittiham irəli sürülüb. Onların bir hissəsinə cəza çəkmə müəssisəsində, digər hissəsinə isə qiyabi qaydada, o cümlədən xaricdə yaşayan qondarma kriminal avtoritetlərdən birinə qarşı ittiham elan edilib. ჩატარებული საპოლიციო ღონისძიებების შედეგად მოსამართლის განჩინების საფუძველზე ქურდულ სამყაროსთან კავშირში მყოფი 21 პირი დააკავეს. კიდევ 9 პირს brali წარედგინა ნაწილს Hüquq mühafizə orqanları tərəfindən aparılan axtarışlar nəticəsində təqsirləndirilən şəxslərin bir-biri ilə və xaricdə yaşayan qondarma kriminal avtoritetlə əlaqə saxladıqları mobil telefonlar və kompüter texnikası maddi sübut kimi götürülüb. Polis saxlanılan şəxslərin yaşayış evlərində apardığı axtarış zamanı, həmçinin ehtimal ki, oğru aləminin ümumi fondu üçün toplanmış 62 min Birləşmiş Ştatlar dollarından artıq pul vəsaitini, təqsirləndirilən şəxslərə məxsus avtomobilləri, döyüş sursatları və odlu silahları maddi sübut kimi müsadirə edib. İstintaq Gürcüstan Cinayət Məcəlləsinin 223-cü maddəsi ilə aparılır. Həmin maddə 15 ilədək azadlıqdan məhrum etmə cəzasını nəzərdə tutur. კონკრეტული ვადების დარღვევის შემთხვევაში კი ფიზიკური ანგარიშწორებით ან სიცოცხლის